Boks mərkəzində beynəlxalq Böyük İpək Yolu turnirinə start verilib. Yarışın açılış mərasimi iştirakçı ölkələrin paradı ilə başlayıb. Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov sözügedən turnirin dünyanın nüfuzlu boks yarışlarından birinə çevrildiyini söyləyib. 2013-cü ildən bəri təşkil olunan nüfuzlu turnirdə ölkəmizlə yanaşı Özbəkistan, Rusiya, Qazaxıstan, Qırğızstan, Gürcüstan, Tacikistan, Montenegro və Kambodjadan 175 dəri əlcə ustası 25 dəst medal uğrunda mübarizə aparacaq. Ölkəmizi beynəlxalq turnirdə 11 qadın olmaqla 56 boksçu təmsil edəcək. Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov döyüşçülərimizin yarışa yeni metodologiya ilə hazırlaşdığını bildirib. Belə yarışların, belə turnirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyəti bir də ondan ibarətdir ki, biz eyni çəki dərəcəsində bir neçə idmançımızı sınaqdan keçirə bilirik və bu məsələdə önəmli odur ki, biz yalnız Respublika çempionatının nəticəsinə görə deyil milli komandanın seçimi, eyni zamanda beynəlxalq turnirlərdə göstərilən nəticələr nəzərə alaraq bal sistemi ilə milli komandanın tərkibi formalaşır. Millimizin böyük məşqçisi Nəriman Abdullayev turnirin yığmanın heyətinin müəyyənləşdirilməsində önəmli rol oynayacağını söyləyib. Respublika çempionatında iştirak edən bəzi boksçuların narazılığı var idi. Biz də bu söhbəti eləmişik ki, bu yarışda görüşəndə hər kəsən öz sözünü desin və özünü doğrultsun. Əlbəttə bu yarışda hansı boksçu ki özünü doğrultdu, yaxşı nəticə verdi, yəni ki o boksçu ola bilər, olsun birinci və dünya çempionatına hazırlaşıb iştirak etsin. Komandamız hal-hazırda pis deyil, irəliləyiş var. Təcrübəli mütəxəssis həmçinin 2028-ci il Los Angeles Olimpiyadasında boks yarışlarında medal sayına da münasibət bildirib. Boksun özünə xas olan çəkiləri var idi və boks idman növünü də bilirsiniz ki, bütün idmanlar içində populyardır. Çox populyar idmanlar kimi boks da populyardır və həvəskarı da çoxdur. Ona görə narazıçılıq əlbəttə var. Get-gedə yəni çəkiləri azaldırlar. 10 oldu, 8 oldu, indi 7 oldu. Biz bundan əlbəttə narazıyıq. Qeyd edək ki, beynəlxalq turnirə aprelin 15-də yekun vurulacaq.